Salam dəyərli izləyicilərim. Mən Rəysaz Eşan Usta yenə sizinləyəm. Bu günləri mən G30-un qabaq bamperini və belə deyək, podnoşkasını sizinlə paylaşmaq istəyirəm. Deməli, burada vəziyyət necədir? Hərdən deyirəm, belə deyək, görünür ki, yəni ustalar get-gedə, yəni belə şeylərə mən çox rast gəlirəm. Deməli, burada gördüyünüz kimi uje paykalanıb. Buralar da paykalanıb. Əslində o paykalanmamalıdır. Amma yəqin ki, qulaqları qırıqdır deyə ona görə paykalayıblar. Bilmirəm. Burada demək olar ki, qulaqlar biraz salamatdır. Və burada da payka işləri görülüb. Burada da payka işləri görülüb. Qabaq bamperin içi vroca normaldır, amma paykalıq işlər ki görülüb. Mən indi bunu sökəcəm və qolu, yəni boş bufer, yəni kraskalayacağım. Və burada da podnoşkamız var. Podnoşkanı da dəyərli izləyicilər görürsünüz. Uje belə deyək. Göstərəcəm sizə. Ümumiyyətlə hər dəfə deyirəm, yaşıl şpaklyovka, belə şeylərdə yaşıl şpaklyovka qalmır dəyərli izləyicilər. Yəni ustalara da buradan səslənirəm ki, bunlar indi bu saat yəni paykalanacaq. Görürsünüzsə, əyridir, paykalanacaq. Və altında da dəyərli izləyicilər belə bir sürtüklər var. Kraska uje başlayır uje burada atmağa. Və arxa tərəfidəki görürsünüz, əyridir. Yəni bu qızdırılıb düzələcək ki, bura əyri qalmasın. Maşın üstündə bura çölə qalırdı. Bura içəri, bura çölə qalırdı. Onu düzəldəcəm ki, bu ümumiyyətlə belə deyək, belə qalmalıdır. Prosto mən indi bunu qaytardım yenə yerinə. Buraxdım yenə qayıtdı yerinə. Belə dəyərli izləyicilər. Kod da ki, görürsünüz, A90'dır. Midvari tərkiblidir. İnşallah bunu tam sökəndən sonra ətraflı olaraq bir də çəkib sizə göstərəcəm bunu. Hazırlayacağım. Kraska vuran vaxtı göstərəcəm bunu sizə. Bir də dəyərli izləyicilər, bir şey göstərmək istəyirəm sizə. Deməli, adətən bamperdə toxunuşda niyə çatlar əmələ gəlir? Bunu ətraflı olaraq göstərmək istəyirəm sizə. Deməli, görürsünüzsə, bu çartların səbəbi, yəni çartlamanın səbəbi şpaklyovka, yəni eboksit vurublar bura. Görürsünüz, mən uje yondum buranı, düzdür buranın figurası, yəni bu tərəf kimi deyil, burada dərindir, burada isə doldurulmuşdular. Mən buranı təmizlədim və burada da mikro çartlar ki var. Bunların hamısı belə deyək, yaşıl eboksitdən, yəni remontla eboksit, yəni istifadə ediblər bura. Bu yol verilməzdir, dəyərli izləyicilər. Yəni buna diqqət eləyin və qoymayan ustalar yaşıl və sarıdan buferə işlətsinlər. Belə dəyərli izləyicilər, bunu işlətmək olar buferi deyirəm. Yəni sərt materiallarda bu şpaklyovkadan, eboksitdən işlətmək olar. Remontlu şpaklyovkadan. Amma buna elastik, yəni beləsinə, yəni elastik bamperə görürsünüzsə, mən sıxanda bu çartlayır. Əslində buna bu şpaklyovkadan vurmaq olmaz. Burada bu hissə şiş idi. Mən buranın şişini aldım və görürsünüzsə hər iki tərəfdə eynidir və belə deyək, bu hissəni yonub çıxardacağım. Bu hissədə də yüngül var. Yəni bunları da təmizləyəcəm. Tinlərdə bəzi yerlərdə var. Və qabaq, arxa, aşağı şeyi göstərmişdim mən sizə. Podnoşkanı. Podnoşkada da yəni şpaklyovkadan istifadə edirlər, eboksitli şpaklyovkadan. Tam təmizlənəcək və elastik şpaklyovkadan istifadə olunacaq. Dəyərli izləyicilər, mən uje bamperi plasmas şpaklyovkası ilə işlədim və belə deyək, düzdür, çəkilişdə yəni gecikmişəm. Və kraskası, lakı vurulub, podnoşkada gördüyünüz kimi uje oradadır. Bamperin podnoşkanın içi uje yuyulub. Bu hissələrdə
gördüğünüz kimi, yəni palçıqlar var. İndi bunlar da yuyulacaq və bu hissələr yaman gündədir və arxadadır. Bu hissələr də yuyulub, belə deyək, badnoşka üstünə bağlanacaq dəyərli izləyicilərim. Belə bu qədər. İnşallah tam ustanovkadan sonra ətraflı olaraq sizə çəkib göstərəcəm bunu. Dəyərli izləyicilər, yudum və başlayacağım qurutmağa. Qurudandan sonra da belə deyək, hamısını taxacağım üstünə dəyərli izləyicilər. Tərtəmiz oldu, əla bir şəkildə. Çox səliqəli, yəni belə deyək, yəni bu qədərini gözləmirdim. Buferdə demək olar ki, heç vaxt toz qatı yoxdur. Açkilər də polirovka olundu hər ikisi və belə deyək, düzdür, mən buferi polirovka eləməmişəm, parkadarları da kraskalamamışam, çünki adətən kraskalayanda yaddaş, belə deyək, zəifləyir. Buferin bağlantısız adamsı qaydasında, düzdür, mən buferi sökmüşdüm, yəni üstündə kraskalamamışdım. Əlbəttə ki, bu aksesuarlar da yəni sökülmüşdü. Belə içi də yuyuldu və bu da dəyərli izləyicilər, badnoşka əla bir vəziyyətdə oturub. Bu hissədə də xırda daşlayan yerlər ki var idi, mən bunları işləmişəm. Və burada da adətən maşınlarda olur, bu hissələrdə yəni soyulmalar, zatlar olur. O baxımdan avtomobil sahibi xahiş elədi ki, yəni buranı da işləyim. Burada güzgüdən bu tərəfə, yəni burada 2 dənə balaca yer var idi ki, soyulmuşdu. Bu normaldır, yəni ki, Amerikadan gələn maşınlarda ya servis maşınlarda da yəni başıma gəlib görmüşəm ki, yəni ki, bəzi yerlərdə xırda, belə deyək, soyulmalar gedir. Bu normaldır maşınlar üçün, əvvəlki maşınlara baxanda nisbətən. Belə dəyərli izləyicilər, təşəkkür edirəm mənə izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın.